Salam dostlar, xoş gördük. Əziz sosial mediada bizi izləyənlər. Bu günləri burada Münirə xanımla 2025-ci ildə nələr etdik? Bilirsiniz, biz Forever Living şirkətində ikimiz də menacer karyerasındayız və çox güclü bir komandamız var. Nələr etdik? Gəl Münirə xanım, bəlkə siz deyəsiniz. 2025-in yanvar ayında harda başladı? Xatırlayırsınız Qəbələdə. Qəbələdə. Doğdum, hə. Garden Otel'də. Hə. Oturduq. 3 dəfə. Bəli, 3 dəfə. Yəni ilim planını qoyanlar. Dedim ki, müdürüm, nə etmək lazımdır? Biz nə edək ki, Forever'ı daha gözəl tanınan insanlara. Biznes olarak təbii ki, məhsulları hər kəs tanıyır. Hər kəs də bəyənir. Amma bunun biznes tərəfini seçmək lazımdır. O zaman biz nəyin üzərində durduq yadımdandır? 5 sisi. Dedik ki, insanlara qazanç planından danışacağıq. 5 sisi. Bəli, 5 sisi. Və o gündən sosial mediada Forever'ın aktivliyi olarak, qazanç sistemi olarak danışmağa başladıq. Maşallah, Gültaşın kanalında sosial mediada bilirsiniz. Meydan sürüyor. Birinci kazancımız Amerika oldu. Fevral ayında. Birinci kazancımız Amerika oldu. Həmin vaxtda fevrala 25-30 nəfərlik komandayla gedirdik deyə biz onu İzmirə gedirdik deyə. İzmirə gedirdik. Hə, Amerikasına gedirdik. Bəli, Kuşadasın. Biz onu dayandırdık. Hər kəs bizə qəribə baxdı. Siz Amerikanı qoymusunuz. Amma məsələ bundadır, müdürüm. Məsələ bu. Biz komandanın yanında olduğumuz üçün bugün komandayla birlikdə daha gözəl uğurlarımız var. Kuşadasına getdik, İzmirə. Kuşadasına getdik komandayla. Ama orada da çok güzel tədbir oldu. Forever Türkiyə rallisi oldu. Və ora gedənlər yadındadır müdürüm. Hamısı Supervisor kimi gedib, gəlib hamısı mənim için hamısı oldu. menajer oldu. Demək ki, doğru etmişik. Amerikanı saxladıq sentyabr ayına. O artıq fikir. Sonra neylədik? Fevralda getdik, gəldik Azərbaycana. Gəldik. Mart ayını mühtəşəm bir çıxartdıq. Aha. Hara getdik? Hindistan. Paris. Hindistan. Hindistana getdik. Hindistana Genel getdik. müdürlərlə orada görüşdük. Bəli, həqiqətən möhtəşəm keçdi. Dünya rallisi kimi oldu. İndi videonu sizə göstərəcəyik. Bəli, şirkətin prezidenti ilə orada var. Videonu görəcəksiniz. Sonra deməli müdürüm, gəldik Hindistandan. Hindistan'a da belə gözəl, Bəli, işte. möhtəşəm bir iş çıxardı. Azərbaycanda Forever güclü komanda. Sonra hara getdik? Fransa. Gəl indi Fransanı izləyək. Xəyalımda Nələr olan etdik, nələr. Paris, xəyalımda olan bir səyahət. Paris'te Eiffel Qülləsi mi deyim, dünyada bir nömrə olan moda arenasından mı danışaq, oranı gördük. Həm də orada keçirildi bizim tədbirimiz ümumiyyətlə moda. Balo gecəsi keçirildi orada möhtəşəm. Gəl ona da baxaq birlikdə. Azerbaijan video. Hello everybody from Azerbaijan. Biz Paris'e niye getmişdik? Müdürüm niye? Ona görə getmişdik ki, bilirsiniz ki, Forever Living şirkətinin ildə bir dəfə dünyada rally keçirilir. 170 ölkə həmin rallidə iştirak edir və terminus bonus deyirlər, yəni kar payı. Biz də həmin kar payını qazanmışdıq. Münirə xanım da Azərbaycandan və mən qazanmışdım. Və özümüzdən başqa bir nəfər də qonaq qismində mən Zeynəb xanımı, Münirə xanım isə Şəhbə xanımı götürmüşdük. Buna görə getmişdik. Həm də müdürüm, həm də biz onları qonaq qismində götürmüşdük. Möhtəşəm bir şeydir.
Təsəvvür edin dostlar, bunu mən hər zaman deyirəm. Biz Parisə getmişik pulsuz, qonaqlarımız da pulsuz gedib. Əlavə şirkət orada bizə cib xərcliyi də vermişdi. Nə qədər vermişdim bilim? Mənə kimdə yazmışdı? Sizə 2665 manat bugünə qədər yadımdadır. Mənə vermişdi. Məndə yox, məndə Mira xanım 1700 nə qədər vermişdi. Amma Elə, bu il orada xərcləmə ya. Amma bizə kar payı olaraq bizdə necə deyirlər 13-cü ayı yaptı. Olaraq 6000 neçə yüz dollarsa mənə verilmişdi. 16000 neçə yüz dollar 800 dollar mənə dollar isə ötəki qapa verilmişdi. O hədiyyə olaraq, yəni aylıq qazancın sonra dəxli yoxdur. Bu hədiyyə olaraq bizə verilmişdi. sonra hava getdik. Sonra Gəl. inşallah tüklər çıxar. Müdürüm, biz Çaponiyə getmişdik. Kek daxili bunun İqlıq deyilən, qartal deyilən bir karyerası. Çok onu kazanmışdı. 170 ölkədən cəmi 2500 nəfər seçilmişdi. Biz de onların içindeydik. Biz de onların içerisindeydik. Möhtəşəm, möhtəşəm. Onu danışmaqla bitirmək olmur. Videoda biraz izlədiniz. Şirkətin insana verdiyi dəyəri. Deyirsən ki, mən nə etdim ki? Qırtaşın Fanbeyl, məsəl üçün bizə bir hədiyyə edirdilər. Qırtaşın Fanbeyl, biz nə etmişik ki? Nə bilim, biz səyahət edirdilər. Biz nə etmişik ki? Yəni, insan doğrudan şirkətin adama verdiyi dəyərə Ona çaşır. görə deyirik ki, ona görə deyirik dostlar, çox şirkətlər var, pis deyirlər, amma onlar heç birisi Forever kimi heç nə edə bilmirlər. Forever bizim həyatımızı həqiqətən dəyişdi və sıfırdan dəyişdi. Bəzən deyirlər, müdürüm, iş bu idir də, bu iş akam gətirmək işidir, budur. Zaten biznesdə hər şeydə insan gəlir də. Bugün bura gözəl bir coffee shop açılıb, bura haradır? Akşam. Ağşəhər. İnsan gəlib də, mənim oğlum gəlim bura gəldi, buranı bəyəndilər. Mən də onlara götürdüm, xoşum gəldi, gəldim. Eynən Baxın, bizim iş, network. Eynən network. Sponsorumuz liderimiz deyir, Fərqan Fakırıysa deyirdi ki, network'ün aslanıdır Forever demiş. Bəli. Network camiyyəsinin aslanıdır Forever demiş. Doğrudan da belədir. Aslan kimi göstərir. Möhtəşəm göstərir yəni bir şey var. Günəşin də üzümüzə doğmağı lap mənə pozitiv enerji verir. Demək ki, Deməli, 26-da daha gözəl günəş doğdu bizə. deməli dostlar, sadaladığımız bu cür gözəlliklərin hamısını hələ bundan da qat-qat artığını bu il qazandıq. 2025'də bax bu gördüyünüz hər bir şeyi qazandıq. Çox şükür. Buna görə müdürüm, təşəkkür edirəm komandamıza. Hələ birlikdə həqiqətən Bəli. biz birlikdə bunu başardıq. Hələ çox gözəl işlərə imza atacağıq. Hətta 2026-cı ildə elə şeylər var ki, biz onu yenidən qazanmışıq. Ha, falan qazanmışıq. Antalyanı qazanmışıq, Dubayı qazanmışıq, Dubayı Fransa kimi qazanmışıq. Bizə Gözümüzdən közümüzdən başqa bir nəfər də. Yəni, Yəni Dubayı da qazanmışıq. Şirkətin rallisi bu il Dubayda keçiriləcək. Necə ki, keçən il Parisdə oldu, bu il Dubayda olacaq. O dediğimiz 13. cəmi haqqı bizə yenidən orada hədiyyə mükafat olaraq veriləcəkdir. Sonra Amerika var, üçüncü. Və Amerikanı qazandı. Çox şükür. Allah'a min dəfə şükürlər olsun. Bunu etdik, min dəfə şükürlər Bilirəm, olsun. komanda gücüdür. Komandamız sağlam bir komandadır, güclü bir komandayıq. Bax biz belə ələ verdik, bu işi bu qədər Və bunun böyütdük. qarşısında çox zəhmət var dostlar. Hər halda bilirsiniz. Biz çox şeylər eşidirik, çox şeylər görürük. Amma hər şeyi göz ardı edirik. Heç nə gözün önündə almırıq, saxlamırıq. Biz bilirik ki, var verən ağaca daş atır. Və sənin çox gözəl bir sözün var. Hər bir əmək bədəl istər. Bəli. Dəyərli olan hər bir şey bədəl istəyir. Biz də o bədəli verdik və bu dəyərlərə Və sonunda çatdıq. başardıq. Başardıq. Biz Allah başardıq. min dəfə şükürlər olsun və komandamızda da belə uğurlu insanlar yetişirlər. Min dəfə şükürlər olsun Allah ki, özümüz kimi arkamızda belə insanlar gəlib. Bunu niyə misal çəkirəm müdürüm? Bəzən deyirlər ki, bəzən elə sizsiniz daima ikilikdə. Biz ikilik uyğun gəlirik deyə bir yerdə çəkiliş falan edirik. Bəli. Və qazananda biz çox deyirik deyə Hər qazananda bir birimizin yerdə qazanırıq. ayrı böyük komandamız var. Bəli. Demək çox böyük komandası var. Və demək istəyirik ki, bu
Biz tek değiliz. Biraz önce indi inşallah onu göreceksiniz. Bizim komandadan bir 25-30 menajerimiz var ki bizler kimi çalışır. Tabii ki bir il bütün çalışır. Ve bize yakında kazanırlar. Az kazanmırlar. Maşallah maşallah. Kim Forever'a gələrsə, güclü komandanı Seçərsə, Seçərsə, siz də bizim kimi uğurlu olacaqsınız. İnanılmaz. Yenə də gözəl bir söz var.